Salam uşaqlar, bugün yeni bir bölümə başlayırıq. Bir məhsullu tənliklər və məsələlər. Bir məhsullu tənliklər və məsələlərin bir neçə növü var. Bugün izah edəcəyimiz bölmə xətti tənliklər bölməsidir. İzaha keçməzdən əvvəl bildirmək istəyirəm ki, dərs və sınaq qruplarına qeydiyyat aktivdir. Gördüyünüz nömrə ilə əlaqə saxlayaraq məlumat ala bilərsiniz uşaqlar. Xətti tənliklərə keçirik. Birinci sualla davam edirik izahımıza. Birinci suala baxanda iki mötərizəyə baxın, bu mötərizələrə. İki mötərizədə bir dəfə eyni ədədlərin fərqi, bir dəfə də cəmi verilib. Bu bizə hansı düsturu xatırladır? Bir dəfə fərq, bir dəfə cəm. Kvadratlar fərqini, yəni vuruqlara ayırmanı xatırladır. 2-nin kvadratı çıx 3x-in kvadratının açılışıdır həmin o iki mötərizə birlikdə. Çünki a kvadratı çıx b kvadratında biz nə demişik? A çıxılsın B, A üstə gəlsin B hasili. Buna bərabərdir. Həmin düstura əsasən belə yazırıq. Üstə gəl. İkinci tərəfdə x-i bir dəfə 9-a, bir dəfə mənfi 2-yə vururuq. X-i 9-a vuranda 9x kvadratı, mənfi 2-yə vuranda mənfi 2x. Bərabərdir 10. 4 çıxılsın 3x-in kvadratı olacaq 9x kvadratı. Üstə gəl 9x kvadratı. Çıx 2x bərabərdir 10 olduğunu alırıq. 9x kvadratları burada biri mənfi, biri müsbət olduğu üçün islah gedəcək. Mənfi 2x bərabərdir 10-dan 4 çıxacam. Yəni mənfi 2x bərabərdir 6. Oradan da x-i 6-nı mənfi 2-yə bölərək mənfi 3 tapacam. Cavab B variantı. İkinci suala baxırıq. Eyni tipli sualdır uşaqlar. 2x-dən biri çıxıb, bir dəfə də 2x-dən biri toplayıb. Yəni, bu kvadratlar fərqi düsturunun açılışıdır. Birincinin kvadratı çıx, ikincinin kvadratı çıx. Burada 4x-i x-ə vururuq. Olur 4x kvadratı. Bir dəfə də mənfi 4x-i mənfi 3-ə vururuq. Müsbət 12. Bərabərdir 35. 2x-in kvadratını yəni açanda olur 4x kvadratı. Çıx 1, çıx 4x kvadratı. Üstəgəl, burada 12x yazmalıydım uşaqlar, 12x. Çünki 4x-i 3-ə vururuq, 12x. Üstəgəl 12x bərabərdir 35. 4x kvadratları əks ədədlər olduğu üçün gedir. 12x-i yazıram, biri də atıram sağ tərəfə. Bir sağ tərəfə keçəndə işarəsini dəyişib olur, müsbət 1. Alırıq 12x bərabərdir 36-dan, x bərabərdir 3 olduğunu. X 3-ə bərabərdir, cavab A variantı. Keçirik üçüncü suala. Üçüncü sualda kvadratlar fərqinə görə bir dəfə fərq, bir dəfə cəm yaza bilərik və yaxud da normal qaydada kvadratları aça bilərik. Gəlin elə A çıxılsın B-nin kvadratı, bir də A üstəgəl B-nin kvadratı adi qaydada müxtəsər vurma ilə açaq. A üstəgəl B-nin kvadratı necə idi? A kvadratı üstəgəl 2AB üstəgəl B kvadratı. Çıxma olanda da bunun birinci tərəfi çıxma olurdu. Həmin düstura əsasən 3y üstəgəl 5-in kvadratını yazanda yazmalıyım 3y-in kvadratı. Üstəgəl 2 vur 3y vur 5. Üstəgəl 5-in kvadratı çıx. Gəlin bunları da mötərizədə yazaq. Bu birincinin açılışıdır. İkincinin açılışı 3y-in kvadratı. Belə açıq yazıram ki, tam başa düşəsiz. 2 vur 3y vur 5. Və üstəgəl 5-in kvadratı. Üstəgəl, burada 5 var. Üstəgəl 5-in kvadratı. Bunun cavabının 60 olduğu verilib. Açırıq 9y kvadratı. Üstəgəl, bax, bunları vuranda edir 30y, üstəgəl 25. Çıx. 9y kvadratı, bu mənfi mötərizənin içərisində təsir etdiyi üçün bunları vurursunuz. Vuranda 30y, qarşısındakı mənfi dəyişir olur, müsbət 30y. Üstəgəl 25 yazmalıyım, amma qarşıdakı mənfi təsir etdiyi üçün çıx 25, bərabərdir 60-a. 9y kvadratları buradan gedir, 30y, 30y, 60y verir mənə. 60y, 25'lər də gedir, bərabərdir 60-a. Deməli, y bərabərdir 1, alınacaq cavabımız A variantı. Dördüncü sualla davam edirik. Demək, birincinin kvadratı olur 16x kvadratı. Çıx, 2 vur, birinci vur, ikinci. Üstə gəl, ikincinin, yəni 3-ün kvadratı 9.
çıx. İndi bu birisini açıq. 4x-in kvadratı 16x kvadratı. Üstə gəl 2 vur 4x vur 3. Üstə gəl 3-ün kvadratı. Bərabərdir 96. Deməli 16x kvadratı burada olacaq. Bunların ikisi bir yerdə 24x. Üstə gəl 9 çıxılsın. Çıxmaya görə mötərizənin içərinin işarələri dəyişir. Bax bunları vuranda 24x çıx 9 bərabərdir 96. Bunlar ikisi gedir. 24x ikisi də mənfidir. Toplanılıb mənfi yazılar. 9'lar gedir əks ədədlərdir. Bərabər 96. X də bərabər 96'nı mənfi 48'ə böləndə cavab mənfi 2. Yəni D variantı olacaq. 4-cü sualın cavabı D. Keçirik 5-ə. Deyir tənliyin sonsuz sayda həlli var. İlk öncə gəlin qaydamızı yazaq. Xətti tənlik A vur X bərabər B şəklində işarə olunur. Əgər sonsuz saydan söhbət gedirsə, sonsuz sayda həll. O zaman var ki, bax x'in də əmsalı 0 olsun. B də 0 olsun. Çünki siz təsəvvür edin, x'in əmsalına da 0 yazmışsınız, B'ye də 0 yazmışsınız. Siz burada x'in yerinə nə yazırsınız yazın ödəyəcək. 5 yazsaz, 15 yazsaz, 25 yazsaz, mənfi 5 yazsaz, nə yazırsınız yazın ödəyir. Sonsuz sayda həll olur. Deməli, indi bizim sualımızda, gəlin mən köçürdüm bunu. X'ləri bir tərəfə keçirtməliyik ki, onun əmsalını görək. Qalan hər şey bir tərəfdə olmalıdır. Bunu açmalıyıq. 5a üstə gəl 5x çıxılsın 4 bərabərdir 15ax çıx 7a. Ax və x tərkibində x olan ifadələri bir tərəfə yığırıq. 15ax keçdi bu tərəfə. Mənfi 7a 5a'nı da keçirdik bu tərəfə 4'ü də. Buradan mən x'i çıxardım. Ancaq x'i çıxardacağım ki, əmsalını görəsiniz onu. Sağ tərəfə baxanda 4 müsbətdir. Birinci yazın, mənfi 12a'nı ikinci. Bizim düsturda yazdığımız A vur X bərabərdir B ifadəsi budur. Bu A'nın yerindədir, X'in əmsalı. Bu da B'nin yerindədir. Sonsuz sayda həll olması üçün bunlar ikisi də 0 olmalıdır. Yəni 5 çıxılsın 15A bərabərdir 0. Burada 15A bərabərdir 5. A'nı tapanda mənfilər gedir. 5 ilə 15 ixtisar gedəndə 1/3. Eyni şeyi sağ tərəfə tətbiq etsəniz, görəcəksiniz ki, orada da eyni cavab alırsınız. Çünki burada eyni cavab almasanız, bunlar ixtisar gedir, 1/3 qalır. Eyni cavab almasanız, sonsuz həll almaq mümkün deyil. Deməli, cavabımız olur Y variantı. 6-cı sualda uşaqlar, burada 200 dənə mötərizə yazmaq, əslində cüt sayda mötərizələrdən neçə dənəsini yazsanız, eyni anlam daşıyır deməkdir. Məsələn, 200 yox, 2 dənə mötərizədən sualı yazsanız, sizin sualınız belə olur. X çıx, mötərizə, X çıx, X üstə gəl 8. Bir X üstə gəl 8-in mötərizəsini bağlayıram, bir də bu kənardakını bağlayıram. 2 dənə mötərizə. Yəni, cüt sayda. 200, 2000, 20, 2, 10 cüt sayda hər hansı bir mötərizə verə bilər. 2 dənə mötərizə ilə sual özünü necə aparırsa, 200 dənədə də eyni qaydanı tətbiq edirsiniz. Baxın, X çıx. Bu mötərizəni mən atıram. Mötərizəni atıram deyə bu mənfi bura təsir edir. Bu mötərizənin içərisində olduğu üçün X üstə gəl 8 ona heç təsir edə bilməz. Deməli, X'lər gedir, yekunda nə qalır? X üstə gəl 8 bərabərdir 1. Deməli, X'in cavabı mənfi 7. Siz də nə edəcəydiniz sualda? X'lər gedəcəkdi, X'lər gedir, mənfi X bura təsir edir, bu X də gedir. Mənfi X bura təsir etdiyi zaman müsbət olur, qalır bir dənə X üstə gəl 8 bərabərdir 1. Deməli, cavab D variantı. Keçirik 7-yə. 7-də də eyni şeydir uşaqlar. Fikir verin, 196 dənə mötərizə yazıb. Siz bu mötərizələrin sayını cüt istənilən sayı yaza bilərsiniz. 11 çıx X. Bax, bu mötərizəni bağladım. Bir də bu xaricdəki mötərizəni bağladım. Bərabərdir 1997. Mən 2 dənə yazdım. Bu, hər hansı cüt sayı ola bilər. Deməli, birinci mötərizəni, bax, bu mötərizəni mən atıramsa əgər, bu mənfi bura təsir edir. Olur müsbət. Mötərizədə 11 çıx X bərabərdir 1997. Birlər gedir. Qalır 11 çıx X bərabər 1997. X də bərabərdir mənfi 1986 olacaq uşaqlar.
Deməli B variantı. Siz suala baxıb nə edəcəksiniz? Birlər gedir, -1, qabaqdakı mənfi təsir edir, gedir. Bu mənfi də bura təsir edəcək. Bu birdən qabaq burada bir dənə 1 olub. Ona aparır, gedir bir-birim. Mənfi bura təsir edir, müsbət qalır. 11x çıxılsın 1997. 8-ci sualı bayaqki sualdakı kimidir. Vurub açmalıyıq. Çünki həll edən zaman uşaqlar tərkibində x olan ifadələr bir tərəfdə olmalıdır. Qalan hər şey digər tərəfdə. Tərkibində 10a, x-in tərkibində x var. Bir də 5x-in. 5x-i bu tərəfə keçirdik, müsbət olur. Deməli, burada nə var? 5a çıxılsın 5 var idi. 8-i sağ tərəfə atırıq, işarəsi dəyişir. Buradan x-i çıxardıram ki, əmsalın görəsiz. Düzdür, 5x-i çıxarda bilərsiniz. Amma mən x-i çıxardam, onun əmsalın görək deyə. Burada da 5a üstəgəl nə qalır? 3. Deyir, tənliyinin sonsuz sayda həlli var. Mən hər şeyi düz yazdım. Çıx 5. 8-i keçirdik bu tərəfə. 5a, 8. Misalın şərtində ki, bu a-nı yazmamışam uşaqlar. Üstəgəl 5a-nı yazmışam. Bu arada bir dənə üstəgəl a-mız da var. Yəni müsbət a. Bu a-nı da ora yazsaq, gəlin burada da yazaq. Üstəgəl a yazmamışam deyə dedim, axırda nəsə düz gəlmir. 5a, a, orada eləyir 6a, üstəgəl 3. Deməli, biz xətti tənliklərdə dedik ki, sonsuz sayda həll olması üçün x-in əmsalı da 0 olmalıdır. Cavab da 0 olmalıdır. Bax, burada 0, burada 0 olmalıdır. Bunun üçün 10a üstəgəl 5 bərabərdir 0. 10a bərabərdir -5. A da bərabər -5 böl 10. Yəni -2-də 1. Sağ tərəfə baxsanız eyni şey təkrarlanacaq uşaqlar. 6a bərabər -3. A bərabər ixtisar edəndə -1 böl 2. Yəni a-nın hansı qiymətində? -2-də 1 qiymətində. 9-cu sualda eyni qayda ilə yazırıq. İlk öncə vurub açmalıyıq ki, tərkibində x olan ifadələri bir tərəfə keçirdə bilək. 3-ü -3-ə vurdum, -9, çıx 7a. Sağ tərəfdə -3-ü x-ə vuranda -3, -3-ü 3-ə vuranda -9, çıx 8. Demək, 12a x-in tərkibində x var, bir də 3x-in tərkibində x var. Keçirdim bir tərəfə. Sağ tərəfdə -9, -8, a, -9 burada da var, burada da elə apara bilərəm də bunları. Baxım görüm, -9'lar gedir hər tərəfdən. Qalır -8 üstəgəl 7a. Buradan x-i çıxardırıq. Qalır 12a üstəgəl 3. Sağ tərəfdə toplanan yerini dəyişib yazsaq daha səliqəli olar. İndi bizə deyir, həll yoxdur. A vurulsun x bərabər b tənliyinin həlli yoxdur deyirsə, bu hissə 0, bu hissə 0-dan fərqli olmalıdır. Yəni, siz x-in əmsalını götürüb 0-a bərabər etməlisiniz. 12a üstəgəl 3 bərabərdir 0. 12a bərabərdir -3. A bərabər ixtisar gedəndə 3-ə 1 bölünsün, özdə mənfi. 1 böl 4. Yəni, cavabınız A variant edəcək. Həmin bu 1 böl 4 də bura yazanda siz görəcəksiniz ki, ora 0 etmir. Bizə də lazımdır ki, birinci tərəf 0 etsin, ikinci tərəf 0 etməsin. Birinci bu mötərizəni olduğu kimi saxlayaq. Buna məhsul vuruq kimi baxa bilərsiniz, deməli. X çıx 0,9 üstəgəl kökdə 3. Bunu tapmaq üçün siz bunu sağdakı ifadəni buna bölməlisiniz. Çünki sağdakı ifadə hasilin cavabıdır. Solda böləcəyiniz ifadə isə məlum olan vuruqdur. Bizim işimiz bunu sadələşdirmək olacaq. Bunların ikisini bir kökün altında yaza bilərik. Çünki köklərin dərəcələri eynidir uşaqlar. 4 çıx kökdə 12. Və burada məxrəci irrasionallıqdan azad etmək üçün qoşmasına vurmalıyam. Qoşma 4 üstəgəl kökdə 12 olacaq. Sürəti də məxrəci də bu qoşmaya vururuq. Məxrəcə baxdıqda kvadratlar fərqin verir. 4-ün kvadratı yəni 16. Gəlin elə birbaşa yazaq. Çıx kökdə 12-nin kvadratı da 12. Sürət isə 4 üstəgəl kökdə 12-dən 2 dənə olduğu üçün kvadratı. Deməli,
Uşaqlar kvadratla kök gedir. Yəni 4 üstəgəl kökdə 12 çıxır yuxarıdan. Məxrəc isə 4-ü verir. 4-dən də 2 çıxır. Biraz da sadələşdirə bilərik. 4 üstəgəl. Siz 12-ni 4 vur 3 kimi düşünsəniz, 4-dən kənara kök çıxır 2, 3 qalır kökün altında. Bərabərdir. Həm 4-ə, həm 2 kökdə 3-ü 2-yə bölsəniz, 4-ü 2-yə böldüm 2, 2 kökdə 3-ü 2-yə böldüm kökdə 3. Deməli, mən nə aldım? Bu ifadənin cavabı bərabərdir 2 üstəgəl kökdə 3-ə. Bunu yenidən yazıram. X çıx 0,9 üstəgəl kökdə 3-ün cavabı bərabərdir 2 üstəgəl kökdə 3-ə. Kökdə 3-lər hər tərəfdən islah gedəcək. X də bərabərdir 2 üstəgəl 0,9. Yəni 2-nin cavabını, X-in cavabını alırsınız 2,9. Bizə deyir ki, 2,9 hansı 2 ədəd arasında yerləşir? 2,9 təbii ki, 2-dən böyük, 3-dən kiçik bir ədəddir. Cavab C variantı. Keçirik 11-ci suala. Deyir, A parametrin hansı qiymətində tənliyin kökü yoxdur? Xətti tənlikdir. Xətti tənliyin kökü yoxdur deyirsə, X-in əmsalı 0-dır. Cavab 0-dan fərqlidir. İndi bizə verilən ifadədə X-i ortaq vuruq çıxartmalıyıq ki, X-in əmsalını görək uşaqlar. X-i ortaq vuruq çıxardırsınız. Qarşısında qalır birincidə A, ikincidə 5-də 4. Bərabərdir B çıxılsın 3. Yuxarıdakı qaydaya əsasən həll yoxdur deyirsə, yəni kök yoxdur deyirsə, bura 0-dır, bura 0-dan fərqlidir. Deməli, yazırıq A çıx 5-də 4 bərabərdir 0-a. O A bərabər 5/4-ü verəcək. 5/4-ü onluq kəsir kimi yazanda sürət və məxrəci 2-yə vurun. 10-da 8. A onda 8 olmalıdır. B çıx 3 0 ola bilməz deyir. Bu demək ki, B 3 ola bilməz. Yəni A 0 onda 8 olsun. B 3-dən fərqli olsun. Cavab Y variantı. 12-ci suala baxıram. Deməlidir ki, A-nın hansı qiymətində birinci tənlik və ikinci tənliyin ortaq kökləri var? Uşaqlar, ortaq kökləri var deyirsə, x-ləri bərabərdir demək istəyir. Birinci tərəfdən AX-i tapaq. Birinci A kvadratını sağa keçirdik. 19 üstəgəl 3-dür bu. Yoxsa 3-ün yanında nəsə var? Düşməyib çapa. Düşünürəm ki, orada x-dir uşaqlar. Bu yəqin ki, x-dir, çapda düşməyib. Daha doğrusu çapda düşüb, PDF-i ekran görüntüsü götürəndə düşməyib. Deməli, mən bu A kvadratını keçirdirəm sağa. Olur müsbət A kvadratı. Onda belə yazaq da, o x-dirsə. Gəlin misalın şərtini burada yazım, o görünsün. 19 üstəgəl 3x. X-ləri bir tərəfə yığaq. 3x bərabərdir 19 üstəgəl A kvadratı. Buradan x-i çıxartmalıyıq. Ortaq vuruq A, çıxaq 3. 19 üstəgəl A kvadratı və x-i tapıram. Tapanda bunları böləcəm. Demək, bu birinci tənlik. İkinci tənlikdə deyir AX çıxılsın 1 bərabərdir 9A üstəgəl 3x. X-ləri keçirdirəm bir tərəfə. 9A üstəgəl 1, x ortaq vuruq çıxarsanız A çıx 3, 9A üstəgəl 1. Uşaqlar, bu yeni sualdır, yeri gəlmişkən, köhnə topu da yox idi. X-i tapmaq üçün 9A üstəgəl 1-i böləcəm A çıx 3-ə. Deməli ki, ortaq kökü var deyirsə, o demək ki, bu x-lər bərabərdir. Gətirib onları bərabərləşdiririk. 19 üstəgəl A kvadrat bölünsün A çıx 3. Bərabər 9A üstəgəl 1 bölünsün A çıx 3. Burada A çıx 3-lər gedir məxrəcdən və şərt qoymalıyıq ki, A-nı birdən 3 tapsaq onu götürməyək. Çünki məxrəci 0 edir. Qalan ifadələri yazıram. 19 üstəgəl A kvadratı bərabərdir 9A üstəgəl 1-ə. Deməli olacaq A kvadratı çıx 9A üstəgəl 18 bərabərdir 0. Bunu vuruqlara ayırma üsulu ilə gedə bilərsiniz. Viyyətə hələ keçməmişəm deyə viyyətlə deməyəcəm. 9A-nı biz elə parçalayırdıq ki, vuranda 18, toplayanda -9 etsin. Vuranda 18, toplayanda -9, -6 ilə -3A kimi parçalayıb vuruqlarına ayıra bilərik. Deməli, bunların ikisindən A-nı çıxardırsınız, qalır A çıx 6. Bunların ikisindən də 3-ü çıxarsanız, yenə A çıx 6. Qarşıdakı 3 mənfi olduğu üçün işarə dəyişir.
və hər ikisindən a çıx 6-nı çıxardırıq. Hasil 0-a bərabərdirsə, deməli vuruqlar ayrı-ayrı 0 olmalıdır. Ya a çıx 6 0-dır, ya a çıx 3 0-dır uşaqlar. Deməli, buradan a-nı 6 alırıq, buradan a-nı 3 alırıq. Və bizə demişdi ki, a 3 ola bilməz. Çünki a-nın yerinə 3 yazanda məxrəcdə 0 ifadəsi yaranırdı. Ona görə a-nın yerinə 6 götürəcəksiniz. Cavabınız C variantı olacaq. Deməli, hər ikisindən x-ləri tapdıq və onları bərabərləşdirdik. Nəyə görə bərabərləşdirdik? Çünki bizə deyirdi, onların ortaq kökü var. Tənliyin sonsuz sayda həlli var deyir. A vurulsun x bərabərdir B şəklində tənlikdə sonsuz sayda həll olmaq üçün x-in əmsalı da 0 olmalıdır. Sağ tərəfdə qalan ifadə də 0 olmalıdır uşaqlar. Deməli, bizdə hazırdır. Hazır formada verilibdir. X-in əmsalı a çıxılsın 2-dir. A çıx 2-yə 0 deyəcəyik. Yəni a-mız 2-dir. A, B çıxılsın 3-ə də 0 deyəcəksiniz. Burada a-nın yeni 2 yazanda 2B. 3'ü sağ tərəfə atın. B bərabər 1/5. A 2'dir, B 1/5'dir. Bizdən soruşur A ilə B parametrlərinin cəmini. 2 üstəgəl 1/5 cavab olacaq 3/5. Və keçirik 14-cü suala. Yenə sonsuz sayda həll var deyir. Sonsuz sayda həll olması üçün x-in əmsalı və sağ tərəf 0 olmalıdır. İkisi də 0. Yazırıq A, B çıx 6 bərabərdir 0. Eyni zamanda A çıx 4 bərabərdir 0. Mən ikinci tərəfdən A-nı tapıram. Gətirib burada əvəz edirəm. A-nın yeni 4 yazanda 4B çıx 6 bərabər 0. 4B bərabər 6. B-ni tapmaq üçün 6-nı 4-ə bölürsünüz. 1/5. Bizdən nə soruşur? A ilə B-nin cəmini. 4 ilə 1/5'in cəmi olacaq 5/5. 14'ün cevabı 5/5. Keçirik 15-ci suala. Sonsuz sayda həll var deyir. X-ləri bir tərəfə qruplaşdırmalıyıq yığıb uşaqlar. Tərkibində x olan ifadələri keçirdirəm bu tərəfə. 5x keçdi. X olmayanları isə sağ tərəfə atın. İndi buradan x-i ortaq vuruq çıxartmalıyıq. Qalır m kvadratı üstəgəl n kvadratı çıx 5. Bərabərdir 2mn çıx 5. Bu yeni sualdır. Bu isə köhnə sualdır uşaqlar. Yuxarıdakı 15-16'ya oxşardı, amma 16 var idi toplumumuzda. 17'nin əlavə ona oxşar yazıblar. Deməli, sonsuz sayda həll olması üçün nə olmalıdır? Burada 0 olmalıdır, burada 0 olmalıdır. Yazırıq. M kvadratı üstəgəl n kvadratı çıx 5 bərabərdir 0. Eyni zamanda 2mn çıx 5 bərabərdir 0. İndi birincidən m kvadratı üstəgəl n kvadratını 5 alıram. İkincidən 2mn'i 5 alıram. Uşaqlar tərəf-tərəfə çıxa bilərsiniz bunları. Ya da ki, sağları bərabərdirsə solların bərabərləşdirə bilərsiniz. Mən tərəf-tərəfə çıxıram. M kvadratı çıx 2mn üstəgəl n kvadratı 5'dən 5'i çıxanda 0. Bu isə gördüyünüz kimi müxtəsər vurma düsturunu verir açılışa. M çıx n'in kvadratı 0-dırsa, deməli M çıx n özü də 0-dır. Buradan n ilə n'in bərabərliyini alıram mən. M ilə n bərabərdirsə, artıq mən bizdən soruşulan kəsrin qiymətini asanlıqla tapa bilərəm. Nə edəcəm? M-in yerinə n yazacağım. Bax, burada m yazmıram, yerinə n yazıram. Olur 5n böl 2n. N'lər ixtisar gedir. Cavabınız 2/5. 16-cı sualda eyni qayda ilə yazacaqsınız. Eynisidir uşaqlar, sadəcə ədədlərdə dəyişiklik edib. Tənliyin həllinin barədə danışılırsa, ümumiyyətlə tərkibində olan ifadələri tərkibində x olan ifadələri yığmalısınız bir tərəfə. N kvadratı x çıx 7x bərabərdir. Qalanlarında sağ tərəfə 2mn çıx 7. İndi buradan x-i ortaq vuruq çıxardırıq. Qalır m kvadratı üstəgəl n kvadratı çıx 7 bərabərdir 2mn çıx 7. İndi sonsuz sayda həll soruşurdusa nə olmalıydı? Həm x-in əmsalı 0 olmalıdır, həm də bu cavab 0 olmalıdır. Yazırıq m kvadratı üstəgəl n kvadratı çıx 7 bərabərdir 0.
2m n çıx 7 bərabərdir 0. Birinci tərəfdən m kvadrat üstəgəl n kvadratı bərabərdir 7. İkincidə 2m n bərabərdir 7-yə. Tərəf-tərəfə çıxsaq o sağdakı 7-lər gedəcək. Qalacaq çıxanda m kvadrat çıx 2m n üstəgəl n kvadratı bərabərdir 0. Yenə bu nə ilə açılışını verir? M çıx n-in kvadratına. Əgər kvadratı 0-sə, deməli ifadənin özü də 0-dır və buradan m-in n-ə bərabər olduğu alınır. Soruşulmuşdu bizdən 7n bölünsün m üstəgəl n. 7n böl m-in yerinə n yazacağım. O da edir 7n bölünsün 2n. N'lər ixtisar gedir. 7-ni 2-yə böləndə 3,5. 17-ci suala baxırıq. Deməli, həllərini araşdırmalıyıq uşaqlar. Ondan ötürü həm birincini, həm ikincini, həm də üçüncünün hər birinin x-dərini bir qruplaşdırmalıyıq. Qalan hər şeyi bir. Baxın, mx çıxılsın. 2x-i burada saxlayıram. 4m və 16-nı işarələr dəyişərək sağa atıram. Və x-i ortaq vuruq çıxarsam qalır m çıx 2. Sağda isə 4. 4-ü ortaq vuruq çıxarda bilərsiniz. Amma 4m çıxılsın 16 yaza bilərsiniz. Belə çıxartmayaq. Bu bunun əmsalı, bu da cavabı. Qalsın belə. İkinciyə baxırıq. Tərkibində x olan ifadələr m kvadratı x-dən 2x-dir. M kvadratı x üstəgəl 2x-i yazırsınız. 4m-lə 16-nı sağa keçirirsiniz. 4m sağa keçəndə müsbət olur, 16 mənfi. X-i ortaq vuruq çıxarsanız qalır m kvadratı üstəgəl 2. Sağ tərəfdə isə 4m çıx 16. Belə. İndi üçüncüyünü də yazaq. Tərkibində x olanları yazırsınız 1. mx çıx 4x bərabərdir. 4m-lə 16-nı sağa. Buradan x-i ortaq vuruq çıxartmalısınız ki, görəsiniz onun əmsalı nədir. Tamamlandı. İndi bizə deyir ki, m-in istənilən qiymətində yalnız bir kökü var. Yalnız bir kökü olması üçün uşaqlar, baxın, gəlin qaydalarında yazım. Qaydanı hara yazım? Bura yazıram. A vur x bərabərdir b. A 0, b 0. Bayaqdan bunu işləyirik. Burada sonsuz həll var. Sonsuz. A 0, b 0-dan fərqlidirsə, həll yoxdur. A 0-dan fərqlidirsə, onda bir həll var. Bir həll yeganə həldir. Baxın, bu qaydanı yazın, götürün. İndi. Birincidə deyir ki, m-in istənilən qiymətində yalnız bir kök var. Yalnız bir kökü varsa, 0-dan fərqlidir demək istəyir əmsal. Baxın, bu ikinciyə uyğundur. M kvadratı üstəgəl 2 heç vaxt 0 ola bilməz. Çünki m kvadratı həmişə müsbət bir ədəddir. Üstünə də 2 gəndə yenə müsbət olur. Bura 0-dan fərqlidirsə, deməli bir dənə həll var. A variantı 2-yə uyğundur. M2 olduqda kök yoxdur. Aparıb qoyaq da m-in yerinə 2. Baxın, m-in yerinə birincidə 2 qoyanda, m-in yerinə 2 yazanda. Birinci tərəf 0 olur, ikinci tərəf 0-dan fərqli. Həqiqətən də 0 vur x, gəlin burada yazaq. 0 vur x bərabərdir. 2 qoyanda m-in yerinə 8 çıxan 6, yəni mənfi 8. Belə bir şey ola bilər, heç ola bilməz. Deməli, bunun həlli yoxdur. M2 olanda həlli yoxdur variantı gedir 1-ə. M4 olanda kökü yoxdur. M4 olanda 3-ə baxın, əmsala baxın, görəcəksiniz. M4 olanda nə olacaq? 0 vurulsun x bərabərdir sağ tərəf 0. M4 olanda həm sol 0 olur, həm sağ 0 olur. Solda, sağda 0 olursa bunun sonsuz həlli var. Sonsuz sayda həlli var. Deməli, bu C variantı heç birinə getmir əslində. Amma D variantı M4 olanda sonsuz sayda həll var, 3-ə gedir. M2 olanda sonsuz sayda həll var. M2 olanda sonsuz sayda həll heç birində yoxdur. Buranı 0-a çevirən ədəd 2 idi. Orada da həll olmadı, boş çoxluq oldu. Deməli, 1-ə B, 2-yə A, 3-ə D uyğundur. 18-ci suala baxırıq. Bölmənin sonuncu sualdır uşaqlar. Eyni qayda ilə birincini sadələşdirək. Tərkibində x olan ifadələri saxla burada. M kvadrat x üstəgəl 4x. 6 ilə 3m işarələrini dəyişərək keçir sağa.
Buradan x ortaq vuruq çıxart. Qalsın m kvadratı üstə gəl 4. Bu da 3m çıxılsın 6. Deməli, burada uşaqlar m-in yerinə siz nə yazırsınız? Yazın. Yuxarıdakı qaydanı yenə mən sürüşdürüm aşağı. Buna baxacaqsınız. Qaydamız budur. M-in yerinə siz nə yazırsınız? Yazın. Bura, bu birinci əmsal heç vaxt sıfıra çevrilə bilməz. Yəni, bura həmişə sıfırdan fərqlidir. Və ora sıfırdan fərqlidirsə, m-in istənilən qiymətində bir dənə kök var. Yalnız bir dənə kök var. Yəni, C variantı 1-ə uyğundur. 2-yə baxırıq. mx ilə 3x-i saxla burada. 3m ilə 9-u at sağ tərəfə. Buradan da x-i ortaq vuruq çıxardanda m çıx 3. 3m çıx 9. Deməli, buranı sıfıra çevirən ədədlə işləyəcək. M bərabər 3 olanda nə baş verir? 3-ü yerinə yazanda 0 vur x bərabər 3-ü yerinə yazanda sağda 0 olur. 0 bərabər 0, yəni bunun sonsuz sayda həlli var. Siz orada x-in yerinə 5 də qoysanız, 20 də qoysanız, nə qoysanız ödəyəcək. Sonsuz həll. M bərabər 3 olduqda sonsuz sayda həlli var. B variantı 2-yə. Yəni kökü yoxdur cavabı buna uyğun gəlmədi də. A-nı silirik. Heç birinə uyğun deyil. Üçüncüyə baxırıq. mx ilə 3x-i bir tərəfdə saxlayırıq. 6m ilə 12-yi keçirirsiniz. İşarələrini dəyişib sağa. Və x-i ortaq vuruq çıxarsanız m çıx 3, sağa baxsanız 6m çıx 12. Bizə nə deyir? Buranı sıfıra çevirən ədədə baxmalıyıq. Sonra bir təyin eləyəcəyik. Göyə neçə dənə kök var. M bərabər 3 olanda bura 0 olur da, düzdürmü? Amma m-in yerinə 3 yazanda 0 vur x bərabərdir. M-in yerinə 3 yazanda bura 18-dən 12 çıxanda 6. 0-ı uşaqlar x-ə vuranda 6 eləyir. Deməli, bunun kökü yoxdur. Onda mən orada A variantı B-yə uyğun gəlmir. 2-yə uyğun gəlməmişdi, amma A variantı hara uyğun gələcək? A uyğun gələcək 3-ə uşaqlar. Kökü yoxdur. Çünki 0-ı siz nəyəsə vursanız hökmən cavab 0 olmalıydı. Amma bizə deyib ki, 6 olsun. Belə bir şey ola bilməz. Axı, burada kök yoxdur. Kök yoxduru qısaca boş çoxluq yaza bilərsiniz. 1-ə C, 2-yə B, 3-ə A. M-in 2 qiymətində kökü yoxdur deyir. Belə bir şey almadıq. M-in 2 qiymətini ümumiyyətlə heç birində tapmadıq. Deməli, bölməmiz bitdi. Növbəti başlığımız olacaq. Kvadrat tənliklər və onların araşdırılması. Videolar sizin üçün öyrədici olursa, sizə kömək edirsə, uşaqlar, videonu bəyənin, kanala abunə olun və rəy bölməsində öz fikirlərinizi yazmağı unutmayın. Hələlik.